Salam əziz şagirdlər və dəyərli abituriyentlər. Bildiyimiz kimi 5 aprel 2026-cı il tarixində OTK-nın 9-cu siniflər üçün sonuncu sınaq imtahanı keçirilib və gəlin suallara birgə nəzər salaq. Deməli, 56-cı sualda bizdən sinonimləri istəyir. Baxırıq ki, birincidə brave, courageous, cəsarətli deməkdir. Deməli, bəli, bir doğrudur. Friendly, mehriban, səmimidir. Unhappy, bədbəxtdir. Deməli, bu ola bilməz. Kind, mərhəmətlidir. Quick, cəlddir. Bu da ola bilməz. Calm, sakit, peaceful da dinc, sakit, söz sevər. Ona görə doğru cavabımız 1-4 olacaq Y variantı. In our country, drinking tea is more common than drinking coffee. Burada heç nə olmayacaq, boş götürəcəyi hər ikisində. Çünki nəyə görə? Ümumi bir haldan söhbət gedir. Ümumi hal olarkən biz orada heç bir artikeldan istifadə etmirik. Deyir, bizim ölkəmizdə çay içmək, kofe içməkdən daha ümumi haldır. Ona görə cavab B variantı olacaq. Yəni, ümumi hal olduğuna görə heç bir artikel verilmir. 58-ci suala baxırıq. Düzgün zaman formasını istəyir bizdən. Baxıram cümlənin ikinci tərəfində keçmiş zaman var. Keçmiş zaman varsa mən mütləq uzlaşmaya diqqət etməliyəm. Çünki tabeli mürəkkəb cümlədən söhbət gedir burada. Zaman budaq cümləsi olduğuna görə və ona görə indiki və gələcək zamanları çıxmalıyam. Çünki onlar heç vaxt keçmişlə uzlaşa bilməz. Keçmiş ya özü ilə, yəni ya keçmiş davam edici, ya keçmiş bitmiş, gələcək indiki ilə və yaxud da indiki yalnız indiki zamanla uzlaşır. Ona görə A çıxır, indiki bitmiş zamandır, C çıxır, gələcəyə nəzərən bitmiş zamandır, Y çıxır, indiki davam edici zamandır, D də çıxır, gələcək zamandır və doğru cavabımız keçmiş davam edici zaman. My brother was playing chess with my father when I entered the room. Mən otağa daxil olarkən atamla qardaşım şahmat oynayırdı və bu da mənim girdiyimdən öncə idi, yəni onların oynamağa başlaması. Yəni bu daha uzun sürən bir hərəkətdir. Daha uzun sürən bir hərəkəti biz keçmiş davam edici ilə, kəsilən hərəkəti keçmiş sadə zamanla verməliyik və bu da bu şəkildə burada göstərilir cümlədə. 59-cu sualda nədir? Yenə düzgün variantı istəyir bizdən. Trafik nədir? Tıxac deməkdir və sayıla bilməyən isim olduğuna görə few gedir, a few gedir, many gedir. Çünki onlar özlərindən sonra cəm isim tələb edirlər. A lot isə zərf olduğuna görə fiildən sonra işlənir. Ümumiyyətlə isimlə işlənmir. Doğru cavabımız A variantı. Much traffic on the road. 60-cı sualda burada uzlaşmadan söhbət gedir. Mübtəda xəbər uzlaşmasından. Baxır ki, burada there var. There'dir, here'dir, where'dir. Bunlar özlərinə yaxın olan ismə görə uzlaşır. Və burada da kinds cəmdə olduğuna görə nadir növlər is getdi, was getdi. Çünki onlar tək xəbərdir. Cavabımız olacaqdır were, are, bir də will be. 2, 4, 5 və doğru cavabımız D variantı olacaq. Növbəti sualımıza baxırıq. Passive voice, yəni məchul növdən söhbət gedir. The chef cooked a delicious meal. Dadlı bir yemək bişirdi. Deməli, mənim burada tamamlığım nədir? Çünki biz məchul növü necə çevirmək edirik? Məlum növü tamamlığını tapırıq, gətirib məchulun mübtədası edirik. Və tamamlığın yeri hər zaman hardadır? Öz şagirdlərimə də deyirəm. SWOT qaydasını yadınıza salırsınız. Subject mübtəda, verb xəbər və object nədir? Tamamlıq. Yəni, xəbərdən sonra gəlir tamamlıq. Və mənim də cümləmin xəbəri nədir? Cooked, bişirdi. Nəyi bişirdi? Dadlı yeməyi. Deməli, a delicious meal olacaq mənim mübtədam. Və baxırıq ki, xəbər təkdə olduğuna görə keçmiş sadə zamanı was ilə çevirmə edirik və ona görə də təkdə olduğuna görə was-la çevirmə edəcəyik və cook da qaydalı feildir, verb 3 formada id ilə düzəlir, gələcək öz yerinə. Onda olacaq a delicious meal was cooked. Kim tərəfindən istəyəndə biz by sözü önündən sonra bunu vurğulayırıq. By chef doğru cavabımız olacaq B variantı. A ola bilməz çünki cümləmdə indiki bitmiş zaman yoxdur. C ola bilməz çünki burada cümlə məlum növdədir, özü bişirib. Was been, are been, is been belə bir ümumiyyətlə cümlə quruluşu mövcud deyil. Çünki been yalnız bitmiş zamanlarda işlənir. Y variantında da indiki zaman olduğuna görə çıxırıq. Çünki burada cooked var idi. 62-də. Deyir ki, antonimin verin. Enjoy nə deməkdir? Zövq almaq deməkdir. Zövq almaq deməksə onun əksi nə ola bilər? Nifrət etmək, xoşlamamaq. Ona görə olacaq hated, nifrət edirdi. Disliked, xoşlamırdı. Və doğru cavabımız olacaq 1-2 D variantı. Love sevməkdir. Admire, heyran olmaqdır. Appreciate, qiymətləndirmək, dəyərləndirməkdir. Müsbət məna ifadə etdiyinə görə biz onları çıxırıq. 63-də bizdən
doğru bağlayıcını istəyir. Burada deyir ki, unfortunately, təəssüf ki. Təəssüf ki deyirsə, Helen knew. Təəssüf edirsə, deməli bu heç bir dili bilmir. Nə fransız dilini bilmir, nə də ingilis dilini bilmir. Bu səndə uyğun ola bilərdi, amma mənaca uyğun deyil. Is and-dən işlənmir, orla işlənir. Is norla yox, orla işlənir. Neither də norla işlənir. Onlar ümumiyyətlə yanlış variantlardır. Doğru cavabımız olacaq A variantı. Çünki orada bizə ipucu verən nə idi? Unfortunately idi. Təəssüf ki, nə fransız dilini, nə də ingilis dilini bilmirdi. 64-cü sualda the letter came from Mr. Nixon, bir də for Mr. Nixon, bir də to Mr. Nixon olar. 1, 2, 5. Burada söz önü istəyirdi. Məktub cənab Nixondan gəlmişdi. Cənab Nixon üçün gəlmişdi. Cənab Nixona gəlmişdi. 1, 2, 5 doğru cavabımız olacaq C variantı. 65-də nə deyir? Everybody deməli be tolerant towards the customs of the other cultures. Hər bir kəs tolerant olmalıdır digər mədəniyyətlərin adət-ənənələrinə qarşı. Hasn't to deyilən bir ifadəmiz yoxdur. Burada olmalıdır deyir. Ona görə doesn't have to, mustn't bunlar ola bilməz. Çünki hər ikisi eyni məna ifadə edir. Və burada baxırıq ki, bizə lazım idi. Etməlidir, hörmət etməlidir. Tolerant olmalıdır. Ona görə 1, 3, should, must və doğru cavabımız B variantı olacaq. 66-da global warming is that influences the weather. Havaya təsir göstərən, yəni qlobal istiləşmə, havaya təsir göstərən ən vacib faktordur. Burada Z'si yoxdur A variantında. Maç özündən sonra müqayisə almalıydı. Yəni mor olmalıydı. Ona görə yanlışdır. Heç burada müqayisə dərəcəsində ipucu yoxdur bizdə. Ona görə nə 7 ola bilməz doğru cavab. Important da adi dərəcədir. Əgər adi dərəcəni götürmüş olsaydıq, hər zaman öz şagirdlərimə də vurğulayıram. Nöqtələrdən sonra sayıla bilən tək isim varsa, biz onun qarşısında mütləq en artiklını verməliyik. Yəni burada ən important olsaydı, doğru cavab ola bilərdi. Ona görə o doğru ola bilməz. Doğru cavabımız olacaq B variantı. The most important factor that influences the weather. 67. Nick is always in time for his work. Hər zaman vaxtında gəlir işə. Deməli, o necə biridir? Punctual, yəni dəqiq biridir. Ona görə doğru cavabımız D variantı. Bu sırf lüğətə aid olan bir tapşırıq idi. Talented, istedadlı idi. Bu ola bilməz. Curious, hər şeylə maraqlanan. Selfish, xudbin, egoist. Lazy, tənbəl. Doğru cavabımız D variantı, dəqiq. 68. Düzgün definition istəyir. Succeed nə deməkdir? Uğur qazanmaq, burada bir mükafat vermək ola bilməz. To display, nümayiş etdirmək, to show something to people, bəli, insanlara nə isə göstərmək. To scold, danlamaq, to criticize angrily, kimisə acıqlı şəkildə tənqid etmək, bəli, bu danlamaqdır. Trust, etibar etməkdir. Burada deyir ki, to keep at the same level, eyni səviyyədə saxlamaq, xeyr, doğru cavabımız olacaq. 2, bir də 3. Növbəti gəldiyi short text ilə davam edirik. Əziz Filip, bu həftə mən deyir Vaşinqtonda olmuşam. Əyləncə doludur. Muzeylər əladır. Mən orada Milli Qalereyaya getdim. Çox şəhanə idi. Lakin ora isti idi. Sənin belə deyək də sənin bilin. Deyir məqsədi nədir bu məktubun? To ask for information, xeyr, əksinə o informasiya verirdi, soruşmurdu. To offer to go to the National Gallery, təklif edir Milli Qalereyaya getmək, elə bir şey yox idi orada. To ask Bill to visit Washington, deyir xahiş edir ki o Washingtona getsin, xeyr. To inform about spending time in Washington, deyir ki məlumat vermək üçündür orada vaxt keçirməyə Washingtonda. 7 nədir? To share fantastic stories, fantastik hekayələr paylaşmaq. Deməli, burada deyir ki, fantastik hekayələr, şəhanə hekayələr paylaşmaq. Burada hekayə paylaşmır. Sadəcə məlumat verir orada vaxt keçirdiyi barədə. Doğru cavabımız olacaq D variantı. 70-də yenə short text-lə davam edirik. Deyir ki, qar yağıntısına görə qatarların deyir,
təxirə salınması və ləğv olunması mümkündür. Zəhmət olmasa, vaxta görə cədvəli yoxlayın. Yəni informasiya almaqdan ötürü qatarların marşrutu barədə. Deyir ki, nədir bu sərnişinlərə? The next train is delayed, növbətidir, qatar təxirə salınıb, orada elə bir söz demirdi. Deyir, ehtiyac yoxdur, deyir, cədvəli yoxlamağa, əksinə, deyirdi, yoxlayın. Bütün qatarlar təxirə salınıb, elə bir söz demirdi orada. Deyir, heç bir qar yağıntısı olmayacaq, xeyr, belə bir şey demirdi, əksinə deyirdi. Deyir ki, ola bilər ki, qatarların cədvəli dəyişsin, elə doğru cavabımız Y variantı idi. 71. 71-də deyir ki, mən əlimdən gələni edəcəm ki, bu yarışda qalib gəlim. Nə məna verir burada? Deyir ki, bu mümkündür ki, mənim üçün oyunda qalib gəlmək. Hələlik bunu saxlayırıq. B-də deyir ki, lazımsızdır nə isə etmək, qalib gəlməkdən ötürü yarışıq. Xeyr, əksinə. Deyir, mən imtina edirəm yarışda iştirak etmək. Xeyr, əksinə, əlindən gələni edəcəkdir. Mən deyir, hər şeyi edəcəm ki, bu yarışda qalib gəlim. Bəli, orada deyir ki, mən I'll do my best, əlimdən gələni edəcəm. I'll do everything. Bax, bunlar bir-birini tamamlayan ifadələrdir. Ona görə elə doğru cavabımız D variantıdır. Y-də də nədir? Mən deyir, şübhə edirəm ki, mən qalib gələcəm. Xeyr, elə söz orada yox idi. Növbəti bir mətnlə davam edirik. Çox balaca bir mətndir, əslində çox asandır. Təbiətdir, gözəldir, lakindir, bəzəndir onun sözlərlə tez-tez təsvir etmək çətindir. Və deyir, o bizim həyatımızda mühüm rol oynayır. Əsas deyir, həyatın yer kürəsində əsas mənbəyidir təbiət. Çünki everything that living beings it comes from it. Çünki canlıların deyir, ehtiyacı olan hər şeydir ondan gəlir. All the natural elements are connected. Bütün natural elementlərdir bir-biri ilə bağlıdır. Lakin onlar onlar bir-birini asanlıqla əvəz edə bilməz. Buna baxmayaraq, İnsan fəaliyyəti tez-tez təbiətə ziyan vurur. İnsanlar təbii sərvətlərdən sənaye və gündəlik həyat üçün istifadə edirlər. Hansı ki, bəzən onların deyir, orijinal formasını və gözəlliyini məhv edir, dağıdır və nəticədə deyir, ətraf mühitin keyfiyyəti getdikcə pisləşir. Hava və su çirklənməsidir, əsas səbəblərdəndir biridir. Ətraf mühitin ziyan dəyməsinin və təbii fəlakətlər, nə kimi təbii fəlakətlər? Zəlzələlər, vulkan püskürmələri, daşqınlar, siklonlar ciddi ziyanlara səbəb ola bilər. Despite this və buna baxmayaraq, nature has many positive effects on human health. Deyir ki, təbiətin insan sağlamlığında müsbət təsirləri var. It supports life in many ways. O deyir, həyatı bir çox yollarda dəstəkləyir. For example, a single fully grown tree can produce enough oxygen for about 10 people. Sadəcə bir deyir, tam böyümüş ağac təxminən 10 insan üçün kifayət qədər oksigen istehsal edə bilər. Deyir ki, böyük meşələr, yəni nəhəng meşələr, yəni şəhərlərdə, böyük şəhərlərdə, kiçik şəhərlərdə təmiz havanı təmin edir. Təmiz hava və günəş işığı insanlara daha yaxşı hiss etməyə kömək edir və buna görə də insanlar istirahət etmək üçün təbii yerləri seçirlər və dincəlmək üçün bəzi ailələr öz uşaqlarını kənd yerində böyütməyi üstün tuturlar. 70-də deyir ki, səhv olan hansıdır? Forests help provide people with oxygen, bu doğrudur. Yəni, oksigenlə təmin edir insanları. Human activities can harm the environment. Bəli, insan fəaliyyəti ətraf mühitə ziyan verə bilər. Nature is an important source of life. Bəli, vacib mənbəyidir həyatın təbiət. Fresh air is good for our health. Təravətli hava, təmiz hava bizim sağlamlığımız üçün yaxşıdır. Bu da doğrudur. Deyir, təbiət heç vaxt insanlara ziyan vermir. Əksinə, biz orada xatırlayaq, nəyi xatırlayaq? Baxın, burada deyir ki, volcanic eruptions, floods, cyclones, earthquake, bunlar insanlara həqiqətən də, baxın, burada deyir, təbii fəlakətlər insanlara ciddi ziyanlar vura bilər. Deməli, elə yanlış hansı variantı idi? Y variantı idi. Baxın, növbəti 73-də. Deyir ki, one fully grown tree can produce sufficient oxygen. Yetəri qədər oksigen bir dənə böyüyən ağac, yəni tam böyümüş ağac. Deyirdi ki, orada təxminən 10 insan üçün kifayət qədər oksigen istehsal edir. Elə ona görə də doğru cavabımız A variantıdır. B-də deyir, bütün şəhərə, C-də deyir, 20 nəfərdən çox, Y-də 5 nəfər, D-də 2 nəfər. Bunlar heç biri doğru deyil.
Öz şagirdlərimə də deyirəm, hər zaman əsas hissələrin altından mətndə xətt çəkin ki, özünüz üçün daha asanlaşdırasınız cavab tapmağı. Why do many people choose natural places for all holidays? Niyə insanlar deyir təbii yerləri tətil üçün seçirlər? Çünki onlar ucuzdur, xeyr. Çünki təbiətin onların sağlamlığında müsbət təsiri var. Bəli, axırlardaydı bu cümlə. Deyir ki, because there are many factories deyir, çoxlu fabriklər var. Xeyr. Çünki şəhərlərdir, insanlar üçün təhlükəlidir. Xeyr. Y-də də deyir ki, çünki onlar don't like, çünki günəş işığını sevmirlər. Xeyr, əksinə. 75-də deyir nə haqqındaydı? Hər zaman şagirdlərimə də deyirəm, çalışın ki, baxın, cümlələri uyğunlaşdırasınız mətnlə. Son cümlələr, deməli, abzaslarda olan cümlələr heç vaxt mətnin ümumi mənasını sizə verə bilməz. Ümumiyyətlə mətn nə haqqındaydı? Təbiət haqqındaydı, düzdürmü? Ada deyir ki, kəndlərdə və şəhərlərdə həyat o barədə danışmırdı. All the natural elements in the world, bütün dünyada natural elementlər bu barədə danışmırdı. C-də deyir ki, təbii fəlakətlər bütün dünyada o barədə danışmırdı. Y-də deyir ki, the beauty of forest, müxtəlif şəhərlərdə meşələrin gözəlliyi. Xeyr, doğru cavab təbiətin insan həyatında təsiri idi və D variantı olacaq. Deməli, 76-da. Polluted air and water are the main causes of environmental degradation. Hələlik bunu saxlayırıq. 2-də deyir ki, təbii resurslardan istifadə etmək sənayedə və insanlar sənayedə istifadə etməklə insanlar deyir, onların orijinal formasını və gözəlliyini inkişaf edir. Xeyr, yanlış idi. Əksinə, ziyan verirdilər. Nature cannot only help you, but also cause disaster. Sadəcə insanlara kömək etmir təbiət. Həmçinin fəlakətlərə də səbəb olur. Bəli, bu doğruydu. Depletion of natural resource, tükətməsi, təbii resursların tükənməsi. Contributes to the environment, töhfələr verir təbiətin inkişafına, xeyr, əksinə. Tükədir. Ona görə doğru cavabımız 1 və 3 olacaqdır. Bugünlük bu qədər, hər birinizə uğurlar arzu edirəm. Düşünürəm ki, bugünkü imtahanda da uşaqlar uğurlu nəticələr əldə edəcəklər və növbəti imtahanlara da 9-culara uğurlar arzu edirəm və yolunuz açıq olsun. Əziz abituriyentlər.